Bəzən bir gün təkcə təqvimdəki tarix olmur. Həmçinin bir tarixin həyatında, bir xalqın həyatında dönüş nöqtəsinə çevrilir. Bugün də həmin günlərdən biridir. 15 iyun Milli Qurtuluş Günü münasibətilə bütün tamaşaçılarımızı təbrik edir. Bütün Azərbaycanımıza əminamanlıq, sülh və rifah arzuluyuruq. Milli Qurtuluş Gününüz mübarək və yeni həftəmiz, yeni günümüz başladı. Hər kəsə uğurlu gün, uğurlu həftə arzusu ilə söyləmək istəyirəm ki, sağlam gün ay, bugünkü bayram günündə də görüşünüzə canlı gəlib. Bilirsiniz ki, biz canlı efirləri çox sevirik, necə ki siz o canlı ünsiyyəti sevirsiniz və efirlərimizin canlı olmağı belə bir fürsət yaradır ki, sizinlə canlı ünsiyyətə girək, sizin suallarınızı həkimlərimiz cavablandırsınlar. Əsas məqsədimiz odur ki, təşrif buyuran mütəxəssislərimizlə, dəyərli həkimlərimizlə bərabər sizə faydalı olaq. Əsas məqsədimiz budur və elə verilişimizin sponsoru da çox faydalı bir sponsor, Referans. Təşəkkür edirəm Referansa və Referansdan daha bir yeniliyi diqqətinizə çatdırmaq istəyirəm. Bilirdinizmi, ürək sağlamlığınızı cəmi 4 dəqiqə ərzində yoxlamaq mümkündür. Almaniyada istehsal olunan və süni intellekt əsasında çalışan yeni nəsil kardizyo cihazı ürəyinizdəki potensial riskləri heç bir əlamət yaranmadan əvvəl müəyyən edir. Heç bir iynə, heç bir ağrı yoxdur. Sadəcə rahat, sürətli və dəqiq müayinə, üstəlik nəticələr Almaniyada müasir texnologiyalarla analiz olunur. Ürək sağlamlığınızı qorumağın asan və müasir yolu kardizyo müayinəsi. Ətraflı məlumat almaq üçün ulduz 0033 və ya 077 502 0033 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Kardizyo müayinəsi haqqında maraqlanıram. Bu müayinə haqqında mənə məlumat verin, söyləyə bilərsiniz. Həmçinin qəbula yazıla bilərsiniz. Təşəkkürlər Referans və vaxt itirmədən ilk həkim qonağımızı sizə təqdim etmək istəyirəm. O, bugün bizimlə bərabərdir. Bu həftəmizi onunla başlayırıq. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, qidalanma üzrə mütəxəssis Turan Axundova. Xoş gəlmisiniz, bayramınız mübarək. Xoş gördük Günay xanım. Sizləri, xalqımızı bayram münasibətilə təbrik edirəm və gözəl sözlər üçün mən də sizlərə qoşuluram və xalqımıza uğurlu bir gələcək arzuluyuram. Amin inşallah. Və Turan xanım buradadırsa, demək ki, bir çox diaqnozlar haqqında danışılacaq və Turan xanım, Turan Axundova o həkimlərimizdəndir ki, müxtəlif diaqnozlara kompleks yanaşma təqdim edir. Onun uzun illik təhsil və 20 illik iş təcrübəsi var. Minlərlə pasiyentin etimadını qazanan bir həkimimizdir və 30-dan artıq beynəlxalq və yerli elmi konferans və seminarlarda iştirak etmiş, həmçinin məruzəçi kimi çıxış etmişdi. Etdiyi müayinələr sırasında infeksiyalar, parazitlər, göbələklər, bakteriyal infeksiyalar, hormonların müayinəsi, gastroenteroloji xəstəliklər, uroloji xəstəliklər, uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, ginekoloji müayinələr, həmçinin qurd invaziyaları, ləmblioz, bağırsaq florasının pozulması, immun zəiflik, allergik xəstəliklər, boy və çəki azlığı və saç tökülməsi ilə bağlı Turan xanıma müraciət edə bilərsiniz. 050 273 90 16 onun əlaqə nömrəsi. Bakıda çalışır. Bəzən bölgələrimizə də səfərləri olur. Bölgələrimizdən yeni qayıtdı. Yeri gəlmişkən necə keçdi səfəriniz? Səfərimiz çox yaxşı keçdi. Bəzi əl çatılmayan xəstəliklər var idi ki, biz oraya yaxınlaşdıq və onları müayinə etdik. Hal-hazırda yenə səfərimiz var. Yaxın zamanlarda ayın 25-i iyunda biz Qazax rayonuna yollanacağıq. Ayın 27-si iyunda Gəncə şəhərində olacağıq. Çox saylı tələbatları nəzərə alaraq və yolun da uzaq məsafə olduğunu nəzərə alaraq biz ora yollanmağı nəzərdə tuturuq və çox gözəl nəticələrimiz var. Bunu pasiyentlərimiz özləri də izah edə bilərlər. Yəqin görüntüləri yaxın zamanlarda paylaşacağam. İnşallah uğurlu olsun, hamı üçün düşərli olsun. Əsas məsələ biz necə ki can yandırırıq ki bizim müalicələrimizin, müayinələrimizin nəticələri güclü olsun və onlar da o qədər həvəslidirlər ki, bu xəstəliklərdən azad olsunlar. İstər böyüklər, istər uşaqlar. Biz bir diaqnostik həkim olaraq bütün hər bir diaqnozu araşdırırıq. Funksional orqanizmə baxış edirik. Yəni, bir xəstəlik bir orqanda başlamır. Bir xəstəliyin bəzən bir neçə orqan və bütün orqanizmi bürüyəcək bir fəsadları vardır ki, və biz bunların hər birini araşdırırıq və nəticəmiz bizim əsas mənbəyi aradan qaldırmaqdır, orqanizmi sağlamlaşdırmaqdır və bunun üçün yoldayıq, bunun üçün
nəticələrimiz var, bunun üçün uğurlarımız var və inşallah gələcək üçün də daha yaxşı olacaq. Çox doğru qeyd elədiniz. Diaqnoz çox önəmlidir. Bəli. Altda yatan səbəbin tapılması çox önəmlidir. O zaman müalicə də daha asan olur və təbii ki, erkən müraciət edərək doğru diaqnoz, düzgün yanaşma nəticəsində Turan xanım, bayaq qeyd elədim, bir daha söyləmək istəyirəm ki, bu 20 il ərzində, 20 ildən artıq müddətdə minlərlə pasiyentin etimadını qazanan bir həkimimizdir. Qazaxı qeyd elədiniz, bir də Gəncə dedi, səhv eləmirəmsə. Bax, bu bölgələrimizi belə sevindirirsiniz, ora səfər edəcəksiniz. Bəs Bakıdakı sizin pasiyentləri necə, bizim izləyicilərimizi necə sevindirəcəksiniz? Hər hansı bir xəbər varmı? Deməli, hər gün fəaliyyət göstəririk. Həftənin 6 günü Bakıda Baku City görüntüləmə mərkəzindəyik. Gənclik metrosunun yaxınlığındayıq və orada bütün laborator şəraitimiz və diaqnostik müayinələrimiz təşkil olunmuşdur və orada yeni bir aksiyamız var ki, bayram günlərinə özəl olaraq və uşaqların da tətilə çıxdıqları ilə bağlı olaraq biz parazitolog konsultasiyası və laborator müayinələrə 30% endirim təşkil etmişik ki, hər bir müayinələrə əl çatan olsun. Bəzən müayinələr gətirirlər ki, bir neçəsini etdirə bilirlər və bir neçəsi maliyyə cəhətdən çatdırmayan insanlar vardır ki, və bunları sırf özəl klinikalar edə bilirlər, laboratoriyalarda təşkil olmuş müayinələr var ki, biz bunlar üçün o endirimləri etmişik ki, hər kəsə əl çatan olsun. Var olasınız. Deməli, laboratoriya və parazitoloqun müayinəsi 30% endirimlə, yəni Turan xanımın qəbuluna da bu endirimlə yazıla bilərsə 050 273 90 16. Bugün nədən danışacağıq? Bugün mövzumuz nədən ibarət olacaq? Təbii ki, bizim dəyərli Turan xanım bir çox ixtisaslı həkim olduğuna görə həm laboratoriya üzrə mütəxəssis, həm qidalanma üzrə mütəxəssis, həm mədə-bağırsaq həkimi, həmçinin də parazitoloq kimi hər mövzuya öz fərqli yanaşması var, bir kompleks yanaşma təqdim edir. Ona görə də mən baxıram ki, bir çox valideynlər, məsələ uşaqlarda boydan, çəkidən geri qalma ilə bağlı, vitamin azlığı ilə bağlı, daha sonra dəri səpkiləri, dəri xəstəlikləri, saç tökülməsi ilə bağlı, bu istənilən yaş qrupuna aiddir, müraciət edirlər və çox da uğurlu nəticələr əldə edirsiniz. Sonra geri dönüşlər edirlər bizə. Hər zaman üzümüzü ağ edən həkimlərimizdənsiz. Minnətdarıq. Bəs hər müayinə, hər analiz məgər hər kəs üçün uyğundur? Bəzən xəstəliyə uyğun müayinələr təyin etmək lazım olur. Bəzən yox, əslində elə belə də olmalıdır. Bəs düzgün diaqnoz üçün hansı müayinələrdən keçməliyik? Sizin suallarınız səslənəcək bugün və hal-hazırda bizim dəyərli laboratoriya mütəxəssisi Turan xanımı, nəyə görə laboratoriya mütəxəssisi dedim? İstəyirəm ki, bu məsələyə bir laboratoriya mütəxəssisi kimi yanaşasınız. Deməli, diaqnostik sahələrin içində laboratoriya ən çətini və ən uzun müddətli bir proses keçən bir müayinələrdir ki, bunlar üçün saatlarla və günlərlə çalışdığımız zamanlar olur. Təbii ki, hər bir xəstəliyə eyni cür yanaşma mümkün deyildir. Bəzən eyni cür ürək ağrısı və yaxud ürək bulanma ilə və yaxud anemiya ilə, yəni qan azlığına müraciət edən insanlar var ki, bir anemiyanın altında qurd invaziyası yatarsa, bir anemiya qan azlığının altında artıq talasemiya deyilən bir irsi daşıyıcılıq yata bilər və bunların hər birini, bəli, və bunların hər biri eyni ürək bulanma, eyni solğunluq, eyni qarında sancılar verə bilir ki, biz klinik əlamət olaraq ümumilikdə bir növ müayinə götürə bilmərik. Təbii ki, orada anamnezin toplanması çox dəqiq bir diaqnoz toplamaq vacib və məcburuq. Yəni ki, orada biz suallarımızı çox yaradır. Mütəmadi olaraq həyat tərzləri, uzun müddətli iş rejimləri, yaşayış tərzləri, bunların hər biri araşdırılır və əvvəlki xəstəliklərin və xronikləşmiş xəstəliklərin gedişatı araşdırılmalıdır. Yəni, əgər pasiyentdə şəkər xəstəliyi varsa, bu da yenə dediyim kimi irsi bir xəstəlik olduğu üçün uşaq doğulan yaşdan bu xəstəliklə doğulur. Lakin uşaq yaşlarda artıq immun sistem və qidalanma rejimi bir fərqli olduğu üçün şəkər xəstəliyi üzə çıxmaya bilər. Və sonradan hansı ki, müəyyən bir yaşda, müəyyən yaşdan sonra hansı ki, oturaq həyat tərzinə keçir və yaxud ağır qidalanmalara keçirlər və yaxud iş rejimləri fərqlidir, o zaman şəkər xəstəliyi daha çox özünü biruzə verə bilər. Bu zaman bizim araşdırmamız tam fərqli olacaqdır. Və bunlar üçün biz check-up müayinələr təşkil etmişik. İnsanlara əl çatan olmaq üçün. Bax, elə hər zaman deyirik check-up müayinə, check-up müayinə. İndi tamaşaçılardan biri çıxıb deyəcək ki, bax, bu check-up müayinə nədir? Turan xanım, siz cavablayın bu suala. Check-up müayinə dedikdə birlikdə olunan kompleks müayinələr və bunları biraz da endirimli şəkildə götürmək deməkdir. Yəni, bir müayinənin maliyyə cəhəti bir fərqli olarsa,
5 müayinənin birlikdə maliyyəsi daha da ucuz başa gəlmiş olar və insan Yəni maddi cəhətdən də bəli, cibə uyğundur. maddi cəhətdən uyğun və insan bir xəstəlik araşdırması üçün ümumi funksional bir baxış olaraq bütün orqanizm araşdırmış oluruq. Bunun üçün biz həm endirim check-uplar təşkil etmişik, kompleks müayinələr təşkil etmişik və kompleks funksional insana yanaşma. Funksional yanaşma dedikdə nəyi nəzərdə tuturuq? İnsanları bir xəstəliyi araşdırmırıq. Bir xəstəliyin baş verəcəyi fəsadlar və əvvəlki xəstəliklərin bunu yaratdığı fəsadlar. Yəni səbəblər və fəsadlar hamısı birlikdə araşdırılacaq və insan normal bir diaqnostik müayinə əlinə gələcək ki, nəticələri ki, bunlar da insanlar üçün təbii ki, müalicənin daha effektiv və tez olmasına dəlalət gətirir. Baku City mərkəzində, görüntüləmə mərkəzində çalışırsınız və burada mən bilirəm ki, son texnologiyalar, son aparatlar, yeni texnologiyalar var, hansı ki, sizin nəzarətiniz altında orada çox dəqiq şəkildə müxtəlif müraciət edən insanların diaqnozları doğru şəkildə qoyulur. Bizə müraciət edən bir bəy var idi, hansı ki, yazırdı ki, uzun illərdir ki, müəyyən problemlər var, elə əlamətlərdir ki, onun həyat keyfiyyətini çox aşağı salmışdı. Hətta söyləyir ki, insanlar arasına çıxa bilmirdim, müəyyən problemlər depressiv hallar, deməli, depressiv hallar, çəki azlıqlarının baş verməsi və yaxud ağrıların olması, ağız quruluğunun olması, mədə-bağırsaq sisteminin pozğunluqları və yemək yeyərkən də hansı bir qorxu, fobiya əmələ gəlməsi vardı. Çünki ağrılar baş verirdi. Və bu ağrıların səbəbi bir qurd invaziyası çıxmır. Qurd invaziyası ikinci il olaraq yoluxma təbii ki, aşkar olunmuşdur. Lakin bunun öncəki immun zəiflik, qidalanma defisiti və yaxud qidalanma rejimi düzgün olmaması bunlara səbəb olmuşdur. Bir çox insan dedi pəhriz saxlayır, lazım oldu, olmadı. O pəhriz də dedikdə biz tam ac qalmaq deyildir. Bunu sağlam qidalama, yəni sağlıqlı və orqanik şəkildə və zənginləşdirilmiş qidalar, vitamin və minerallarla zənginləşdirilmiş təbii qidalara üstünlük verəcəyik ki, biz bunları araşdırdıq, hansı vitamin və mineralların çatmamağını araşdırdıq. Təbii ki, birinci mənalı mədə-bağırsaq sistemindəki orqanları araşdırmışıq ki, funksional olaraq orqanlarımız düzəlməlidir. Əgər bizim mədə-bağırsaq sistemində sorulmamız normal getmirsə, həzm çatmazlığı vardırsa və yaxud da bağırsaqda flora azlığı vardırsa, biz hər bir xəstəliklərlə uğraşa biləcəyik. Biz ən sonuncu onkolojidən deyərəm, ən ilkin qurd invaziyasından başlayaraq ki, bunların hər birisinə yoluxmaq mümkündür. Bunun üçün biz birinci növbədə daxili orqanlarımızı sağlam saxlamalıyıq və onun üçün araşdırmamızı etməliyik. Hətta psixoloji pozğunluğu olan insanların belə ilkin olan mədə-bağırsaq sistemi pozulmuşdur ki, sonradan hər hansı bir nevroloji statuslara səbəb olmuşdur. Və bilirik ki, bağırsaqda bir çox hormonlar əmələ gəlir, ifraz olunur. Ona görə də diqqətli olmalıyıq bu məsələlərdə və elə bizim dəyərli Turan xanım həm də bir mədə-bağırsaq həkimidir və o insanlar ki, məsələn, dəmir defisitli anemiyadan əziyyət çəkirlər və yaxud da hər hansı bir mineralın, vitaminin çatışmazlığından onu deyir, qəbul edirəm, çoxdur bizə belə yazanlar ki, artıq ikinci qutunu bitirirəm, getdim analiz verdim, yenə göstərici aşağı həddədir. Qan artmır. Biz heç bir müalicəmizdə qan dərmanlarını istifadə etmirik. Bunu mənim pasientlərim isbat edə bilər və deyə bilərlər. Çünki qan dərmanı verərək biz dəmir azlığını aradan qaldırmış olarıq. Lakin bu sintetik olduğu üçün əzələlərdə və yaxud sümüklərimizə qədər hopmaya bilir. Lakin biz funksional olaraq qan yaradıcı orqanlarımızı, sümük iliyini gücləndirməliyik, qaraciyər fermentlərini gücləndirməliyik ki, artıq sintet və ifraz olmanı biz çoxalda bilək. Və bunun üçün də təbii qidalardan istifadə etməliyik ki, bağırsaq florasını artırmış olaq. Müalicədən sonra da o qidalardan əldə etdiklərimiz artıq canımıza yatacaq. Təbii ki, çünki elə insanlar var ki, gündəlik ət yeyirlər, amma yenə də, məsələn, elə xanımlarımız var, dəmir defisitli anemiyadan əziyyət çəkirlər. Həkimlər onlara məsləhət görür ki, çoxlu ət ye, bilmirəm, bu ətdən çoxlu istifadə elə, üzərinə limon sıx ye ki, vitamin C ilə sovrulma daha gözəl olsun. Amma baxırsan ki, yenə qalxmır. Yenə onlar qalırlar ki, mən bu qədər ət yeyirəm, amma nəticə yoxdur. Birinci növbədə sorulma bağırsaq, yoğun bağırsaqdan başladığı üçün o proseslə çürümə prosesləri keçərək yoğun bağırsağa keçir və orada biz mikrofloralarımızla zəngin bir mühitə gəlib düşür ki, qidalanma, buradan sorulma başlayır qan damar sisteminə. İlkin olaraq bizim, mən deyərdim, qan dövranı hardan başlayır? Bağırsaqdan başlayır. Çünki kiçik kapillərdən böyük yoğun venoz damarlara keçərəkdən bütün sorulmuş maddələri qaraciyərdə tənzimləməyə, böbrəklərdə təmizlənməyə aparır ki, bunlar bizim bağırsaqlarımızdır və biz birinci bağırsaqlarımızı qorumalıyıq. Mikrofloramıza çox nəzarət etməliyik. Yeni gəlmişkən mikroflora dedikdə biz bizim bağırsağımıza zəngin edən floralar
floriyalarımıza zəngin edən əsasən bitki mənşəli və tərəvəzlərdir ki, onların bağırsağımızda, mədəmizdə çürüməsi bir nömrəli floraların əmələ gəlməsidir. Ağartı məhsullarımız olmalıdır. Qablaşdırılmış qidalardan daha az yeməliyik, antibiotik terapiyalardan qaçınmalıyıq. Bunların hər biri bizə əks təsir göstərici verə bilər ki, hər hansı bir dərmanların istifadəsi belə uzun müddətli bağırsaq florasının azalmasına və yaxud tamamilə dizbakteriozu gətirib çıxarda bilər. 050-273-90-16 dəyərli Turan Axundovanın əlaqə nömrələri ekranda və bayrama özəl olaraq endirimli müayinələr təqdim etdi sizə Turan xanım. Buyurub yararlana bilərsiniz. Elə bu ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz. Turan xanım tibb üzrə fəlsəfə doktorudur, parazitoloqdur, mədə-bağırsaq həkimidir. Həmçinin Baku City görüntüləmə mərkəzində laboratoriya mütəxəssisi kimi çalışır. Qidalanma üzrə də ona müraciət edə bilərsiniz. O analar ki, övladlarının boy və çəkisindən şikayət edirlər, iştahsızlığından şikayət edirlər, qurd invaziyalarından şikayət edirlər. Turan xanıma müraciət edərək həm o problemin aradan qaldırılması, daha sonra qidalanmanın təyini üçün də müraciət edə bilərlər. Deməli, diaqnoz və müalicələrimizlə birlikdə biz mütləq qidalanma taktikası rejimini tətbiq edirik. Təbii. Çünki qidalanma rejimi və ya həyat tərzi, normal qida rutini yerində olmasa heç bir müalicə təsir etməyəcəkdir. Yəni, bunu birmənalı nəzərə almaq lazımdır. Və ikincili olaraq nevroloji sistem. Əgər əsəb sistemi yerində deyilsə, bizim immun sistemimizə birmənalı təsir göstərir. Yəni, istər uşaqlar, istər böyüklər, qorxu, stres, fobiyalar və yaxud gərgin həyat tərzindən sinir sistemi pozunluqlarına daha çox rast gəlmiş oluruq ki, bunlar ümumi həyat tərzində görsənməyə bilər. Onlar daxili bir faktorlardır. Şərt o deyil ki, qışqırsın, bağırsın və yaxud ağlasın. Daxilində hər bir həyəcanı yaşaya biləcək insanlar vardır ki, bunların hər birinin ilkin təsiri öd yolları və mədə-bağırsaq sistemi olacaqdır. Və bunun üçün mütləq biz araşdırmanı sinir sistemi yönündən aparırıq. Sinir sistemi bildiyiniz kimi müayinələr nəticəsində heç bir demək olar ki, elə bir müayinə yoxdur ki, sırf sinir sistemi nevroloji halın statusunu təyin etsin. Deyim ki, maqnezium yoxlanışı, vitamin D yoxlanışı, bunlar mikroelementlərdir ki, bizə təsir göstərə bilər xəstəlik sarıdan. Amma sinir sisteminin sırf nevroloji halların yoxlanışı nevropatoloq tərəfindən klinik olaraq araşdırmaqdır. Və danışıqlarda insanlardan hiss edirsən ki, içərisində daxildə keçirdiyi hər hansı bir hiss həyəcanlar mütləq öd yolları deməli dolğunluğuna, mədə-bağırsaq sisteminin qatılaşmasına səbəb ola bilər, öd yollarının və yaxud mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilər. Bunların hər biri gətirib ikincili bir xəstəlikləri əmələ gətirir. Biz bunları araşdırmalıyıq ki, hamısını kompleks aradan qaldıraq. Bəli, Turan xanım doğrudan da kompleks yanaşan bir həkimimizdir. Ona görə də çox uğurlu nəticələr alır. Belə misallar onlarladır, yüzlərlədir və biz bir sujetimiz var. Mən istəyirəm indi ona bir baxaq. Bax, elə bu sujetdə Baku City görüntüləmə mərkəzində Turan xanımın çalışdığı ünvanda çəkilib. Yenə deyirəm, əlaqə nömrələri ekrandadır. Baxıram, valideynlərdən çox soruşanlar var. Yeniyetmə valideynləri yazır. Elə böyük yaşlı insanlarımız da müraciət edə bilərlər. Dəyərli izləyicilər, hal-hazırda biz saçların tökülməsi ilə bağlı müraciətə, müayinələrə baxırıq və bu zaman biz saçın, kirpiyin, saqqalın içərisindən götürülmüş tük diblərinə nəzarət edirik. Mikroskopiyanın bizim üçün böyük bir önəmi vardır ki, 400 dəfələrlə tük diblərini böyüdərək tüklərin dibindəki iltihabı, gənəni və yaxud da göbələk infeksiyasını daha aydın şəkildə bizə göstərir və tez bir zamanda az məsrəf sərf edərək və tez bir zamanda diaqnozumuzun dəqiqləşdirilməsi üçün bizə köməklik göstərir. Gördüyünüz mikroskop altındakı tükün görüntüsünə bir kirpiyin görüntüsü bizim gözümüzdədir və bu zaman kirpiyin kökündə iltihabi bir prosesin olduğunu görürük və normalda kök dibləri anatomik quruluşuna görə soğanağından ibarətdir və gövdəsindən ibarətdir. Soğanağında sinirlər və qan damar sistemləri kapilyarlarla zəngindir ki, bu da onun qidalanmasına səbəb olur və kökün gövdə hissəsi, hansı ki bizim dəri üzərində gördüyümüz saçlarımız, saqqal, tüklər, bunların hər biri cansız sayılır. Çünki
ölmüş epitellər hesab olunurlar. Lakin uzanma yalnız kökündən bilinir. Bu zaman biz kökümüzün tamamilə məhv olduğunu görürük. Şəxsin saçlarının, kirpiklərinin və saqqalının tökülməsi vardır və bu zaman biz mikroskopik vəziyyətdə anatomik quruluşu ilə müqayisə edərək kök diblərinə göbələyin irradiasiya etdiyini görürük və epitellərin məhv olduğunu görürük. Sinir sisteminin və qan dövranının burada məhv olduğunu görürük. Bu zaman biz bu xəstəliyə trixofitiya adlandırırıq. Çünki tibbdə göbələk infeksiyasının parazitlərinin kök diblərində, saçlarda olması trixofitiya adlanır. Bu zaman biz trixofitiya zamanı saçların, saqqalların və yaxud da bütün nahiyəvi olaraq tökülmə, alopesiyalar, seyrəlmələr müşahidə edirik və bu zaman deməli tük diblərində mikroskopik vəziyyətdə belə bir görüntülərimiz aydınlaşdırılır. 050-273-90-16 dəyərli Turan Axundova tibb üzrə fəlsəfə doktorumuzun əlaqə nömrəsidir. Buyurub qəbula yazıla bilərsiniz və bayrama özəl endirimlərdən yararlana bilərsiniz. Bu həm həkim müayinəsi üçün, həm də laboratoriya müayinələri üçün bir fürsətdir. Və Turan xanım, çox suallar gəlir və izləyicimiz belə bir maraqlı sual yazıb. İstəyərəm onu cavablayasınız. Deyir, evdə özümüzdə müşahidə edə biləcəyimiz hansı əlamətdən sonra biz, məsələn, Turan xanıma müraciət etməliyik və laboratoriya müayinələrindən keçməliyik? İlkin növbədə ən çox suallar odur. Halsızlıqla, yuxulluqla və yaxud aktiv həyat tərzi olmamaqla bağlı müraciətlərimiz olur. Yorğunluq, süslüklə bağlı çox müraciətlərimiz olur. Bunların arxasında həm qurd invaziyası yata bilər, həm dizbakterioz ola bilər, hər hansı bir vitamin D çatılmazlığı ola bilər və bunun üçün ilkin araşdırmamız anamnez toplamaqla gedir ki, nə vaxtdan baş verir bu proseslər, nədən sonra və rutin həyat tərzi necədir? Hər hansı bir mikroelement çatılmazlıqları, əsasən də vitamin D azlıqları bunlara səbəb ola bilər. Bununla bərabər maqnezium çatılmazlığı səbəb ola bilər. Yeri gəlmişkən, vitamin çatılmazlığı deyərkən, külli miqdarda mənə dərmanlar gətirirlər, vitaminlərlə zəngin, maliyyə cəhətdən bahalı dərmanlar gətirirlər ki, biz bu dərmanları da istifadə edirik. Lakin günü-gündən zəifləyirik. Çünki, əziz izləyicilər, əgər sizin hər hansı bir parazit daxilinizdə varsa və siz bu vitaminləri qəbul edirsinizsə, heç zaman o sizə təsir etməyəcək. Onu böyüdürüyor da. Əksinə biz qurdu invaziyasını böyütmüş olaraq daha da çoxaltmağına səbəb ola bilərik ilk olaraq və bu da bizə əks təsir göstərir. Bunun üçün hər bir vitamin və mineralları qəbul etməmişdən qabaq ilkin onu yoxlayıb da qanda dərəcəsini təyin etmək və sonradan onun qəbuluna başlamaq daha məsləhətə uyğundur. Bax, bu dövrdə sanki mən xatırlayıram bizim məktəb dövrlərimizi, hardasa bir 20 il bundan qabaqda təxminən və bu 20 ildən də çox. Bu illər ərzində orada necə idi? Hər il məktəbdə o analizlər verilirdi. Bəli. Hansı ki o analizlər nəticəsində də uşaqlar daha sonra müalicə alırlar. Sinifdə hər bir uşaq bu analizdən keçməli idi. İndi biz valideynlər biz başdan sovda yanaşırıq sanki ki, yox, olmaz. Amma bu nə qədər ki insan var, eləcə də qurd invaziyaları var. Xeyr, yetərincə dediyim ki, müraciətlər var yəni, nəyə görə? Ki, zaman çünki bəli, qurd invaziyası haqqında çox bilimli valideynlərimiz gəlir, çox savadlı gəlirlər. Çünki hal-hazırda sosial şəbəkələrdə, telefonlarda və televizorlarda bunun haqqında çox məlumatlar vardır və biz tək intervyusu əvvəl bilirdik. Təbii ki, qarışıq məlumat və qorxuducu məlumatlar çoxdur ki, inanın ki, bəzən sadə bir orqanizmdə olan xəstəliklə bağlı insanlar o qədər təşvişlə gəlirlər ki, yəni nəsə ola bilərmi, qorxulu bir şey ola bilərmi? Əmin edirəm ki, düzgün diaqnoz qoyduqdan sonra, düzgün müalicədən sonra insanlar daha aktiv, daha sağlam həyat tərzlərini davam edirlər. Bunun üçün yəni hamı biliklidir. Gələndə bir çox xəstəliklər haqqında özləri məlumat verir, suallar verirlər. Təbii ki, elmin içində olduğumuz üçün, biz tibbin içində olduğumuz üçün bunların hər birinin suallarını cavablandırırıq və diaqnozunu düzgün araşdırırıq ki, dəqiq müalicəmiz də təsirini görsün. Turan xanım, daha bir izləyicimiz Sumqayıtdan yazır. Deyir, 29 yaşım var və ailədə şəkər xəstəliyi olanlarımız çoxdur. Mən hansı analizləri mütəmadi etdirməliyəm ki, özümü qorumuş olum? Şəkər xəstəliyi dediyim kimi doğuşdan, irsi olaraq, əgər kişilərdə varsa ata, əmi, dayı buradan keçə biləcək xəstəlikdir. Qadınlarda ana, bibi, xala bunlardan keçə biləcək xəstəlikdir. Onun üçün mütləq araşdırma edilir.
edilməlidir. Gənc yaşlardan başlayaraq şəkər xəstəliyi daha da özünü biruzə verə bilir. Bunun üçün olunan analiz, check-up müayinə deyərdim mən sizə. Qlikohemoqlobin təyini məsləhət görülür. Qlikohemoqlobin nədir? 3 aylıq şəkərin təyini deməkdir ki, biz bugün şəkəri ölçürüksə, çox adamın evində şəkər xəstələrinə verirlər. Dövlətimiz çox sağ olsun bu haqda çox gözəl təmin edirlər insanları, şəkər dərmanları və aparatlarla təmin edirlər və bəzən ətrafdakı ailə üzvləri də onu yoxlayaraq səhər saatları ac qarnına olan şəkərin dozası yemək yedikdən sonra 2 qat qalxmış olur. Baxın, və biz özümüzü bəzən qorxuduruq ki, yemək yeyirik və bir neçə saat sonra göstərdikcə qan dərəcəsində onun qlukozanın yüksəkliyi görüb qorxuya düşə bilərlər. Lakin bunun üçün biz qlikohemoqlobin deyilən bir fermenti verməliyik ki, qlikohemoqlobin zamanı nə ac, nə tox fərqi yoxdur. Onu sırf laborator şəraitlərdə xüsusi tüblərə götürmək lazımdır ki, işləm yapılsın. Bunun üçün biz qlikohemoqlobində 3 ay ərzində ortalama şəkərin miqdarını qanda təyin edə bilirik. Bu sizin üçün önəmlidir. Bu bizə daha ətraflı məlumat verir. Biri var 1 günlük şəkər, biri də var 3 aylıq şəkər. İkincili olaraq şəkər xəstəliyi yarana bilər, depressiyalardan, stresslərdən və mədə-altı vəzinin problemlərindən yarana bilər ki, bunları biz tamamilə sağalda bilirik. Yəni irsi olmadan biz şəkər xəstəliyinə rast gəliriksə, əgər irsi deyilsə, bunu sağaltmaq çox gözəl bir mümkündür. Və Qubadan bir izləyicimiz yazır ki, 31 yaşım var, mən bilmirəm ki, mənim qanımda hansı vitaminlər nə qədərdir. Vitamin analizlərini vermək mümkündür Turan xanımın yanında? Vitaminlərin hər biri mümkündür, bəli. B vitaminlərindən, D vitaminlərindən, B12, A vitamini, Y vitamini, bütün fermentlər və vitaminlər və mineralların yoxlanışı mümkündür. Hal-hazırda bu vitaminlərin hər biri 30% endirimə düşmüşdür. Nə gözəl. Belə bir fürsəti bayrama özəl qaçırmayın və hal-hazırda müəyyən əvvəl və sonra fotolar və videolar var ekranda. İstəyirəm onlar gəlsin. Turan xanım, bunlar haqqında da qısa-qısa məlumat verək zəhmət olmasa. Deməli, ən çox qaşınmalar, allergiya, qaşınma, səpkilər hal-hazırda çoxdur və elə bir zamanlar olur ki, hətta mən dünən bazar günü olmaqla bir neçə adama resept yazmışam ki, çünki uzaqdadırlar, hər biri istirahətə gedirlər və allergiya ilə, hətta ağcaqanad dişləməsi ilə, həşərat dişləməsi ilə böyük bir allergik reaksiya səbəb olan orqanizmlərə rast gəldik və mən məcbur olub onlayn olaraq tövsiyələr etdim ki, bağdadırlar və yaxud elə bir yerdə əl çatmaz yerlərdir ki, hal-hazırda onları durumdan azad etmiş olan. O vəziyyətdən çıxarasınız. Bəli, çıxartmaq olsun. Elə insanlarla artıq əlaqə saxlamadım, özləri bilir. Bugün danışacağım onlarla, artıq yüngül bir prosesdir, sadəcə ürək bulanmadır, biz bunu sabaha ertələyə bilərik. Elə bir xəstələr var ki, allergiya deyilən bir bədəndə şişmələr, bunlar nəfəs yollarına keçərsə, üz hissəsində şişkinlik əmələ gətirərsə, nəfəs yolları şişkinliklərinə boğulmaya səbəb ola bilər. İlkin növbədə, bəli, biz o allergiyaları tez qarşısını almağa çalışdıq ki, biz onları həmin vəziyyətdən çıxardıq, bəli. Allah köməyiniz olsun və Turan xanıma yeri gəlmişkən xaricdən də çox müraciət edənlər var. Onlayn şəkildə də müraciət edərək, təbii ki, olduğunuz yerdə Turan xanımın dediyi analizlərin nəticəsinə uyğun olaraq doğru şəkildə müalicələrdən faydalana bilərsiniz. Bir daha deyirəm ki, Turan xanım uzun illik təhsil və 20 ildən artıq bir iş təcrübəsinə malik həkimimizdir və bu illər müddətində həm uşaq, həm yeniyetmə, həm də böyüklərin müalicəsi ilə istər mədə-bağırsaq problemləri, istər laboratoriyada xüsusi analizlər sayəsində uroloji problemlərin kökündə yatan səbəbləri, bayaq elə bu mövzu barəsində bir nümunə göstərdim. Uşaqlarda vitamin azlığı, anemiyalar, dəri xəstəlikləri, allergiyalar, həmçinin qurd invaziyaları, ləmblioz, bağırsaq florasının pozulması, immun zəiflik, xüsusən də indi qeyd etdiyiniz allergik xəstəliklər, səpkilər, boy və çəki azlığı və saç tökülməsi ilə də bağlı müraciət edə bilərsiniz. Doğru yanaşma sayəsində çox uğurlu nəticələr əldə edəcəksiniz. Son olaraq istəyirəm o kampaniyanı özünüz bir də tamaşaçılara elan edəsiniz. Deməli, bayramlara özəl olaraq və tətillərə özəl olaraq əlçatan olmaq üçün bütün hər kəsə biz check-up müayinələr təşkil etmişik. Bu check-up müayinələr nəticəsində biz bütün funksiyalar orqanizmi araşdıra bilərik və dəqiq bir diaqnoz əldə edə bilərik və bunlara 30% endirim tətbiq etmişik ki, laboratoriyada hər kəsə əlçatan olsun, normal hər bir müayinədən keçə bilsinlər və dəqiq bir diaqnoz əldə etsinlər. Baku City görüntüləmə mərkəzi Gənclik metrosunun düz yaxınlığında yerləşir. Əlaqə saxlamaq üçün və qəbula yazılmaq üçün 050 273 90 16. Turan xanım, təşəkkürlər. Minnətdaram. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi və qidalanma üzrə mütəxəssis Turan Axundova ilə söhbətimizi yekunlaşdırsaq da canlı efirimiz davam edir. Növbəti qonağımız kim olacaq? Anonsda izləyəcəksiniz.